Vidadi Mustafayev Yekaterinburgda saxlanıldı. Yekaterinburgda Azərbaycanlı iş adamı Vidadi Mustafayev saxlanılıb. Gözaltı Qafqaz Infoya istinədən xəbər verir ki, bu barədə Uraruya hüquq mühafizə orqanlarına yaxın bir neçə mənbə məlumat verib. Məlumata görə Vidadi Mustafayev məşq üçün gəldiyi fitness klubun yaxınlığında xüsusi təyinatlıların iştirakı ilə keçirilən əməliyyat zamanı tutulub. Onun Rusiya Cinayət Məcəlləsinin 159-cu maddəsi ilə dələduzluqda şübhəli bilindiyi qeyd olunub. Portal yazır ki, Azərbaycanlı iş adamına qarşı iddialar onun keçmiş hüquqşünasının yazdığı ərizədən sonra ortaya çıxıb. İddia olunur ki, həmin şəxs hüquq mühafizə orqanlarına iş adamının torpaq maxinasiyalarına qoşulduğu barədə məlumat verib. Hadisə ilə bağlı araşdırma davam edir. Qeyd edək ki, bu ilin sentyabrında Vidadi Mustafayevin Şahin Şıxlinskinin yerinə Rusiyanın Yekaterinburg şəhərində Azərbaycan icmasına və Uraldakı Azərbaycanlıların mədəniyyət, gənclər və idman mərkəzinə yeni rəhbər təyin olunması ilə bağlı informasiya yayılmışdı. Daha sonra isə Diasporla İş üzrə Dövlət Komitəsi sözügedən şəxsin Azərbaycan diasporuna heç bir aidiyyatının olmadığını qeyd etmişdi. Gündəlik hadisələrdən xəbərdar olmaq üçün bizi izləyin. Söz altında yox, göz altıda qalın.